Sumqayıt şəhər general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə beynəlxalq ana dili gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəblilərə beynəlxalq ana dili gününün tarixi barədə ətraflı məlumat verilib və şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, ədəbi bədii kompozisiyalarla çıxış ediblər. Məktəb olaraq biz Azərbaycan Respublikasının dilin məktəbdə şagirdlərə aşılamaq, onlara yeni nəsilə Azərbaycan dilində səlis danışmaq və dilimizi yaşatmaq bizim məktəb olaraq bizim borcumuzdur. Bu günləri bizim bu balaca fidanlarımız ana dil gününü çox gözəl sevinclə qarşılayırlar. Mən də valideynlərimin adından, şagirdlərimin adından bütün uşaqları, Azərbaycanda olan bütün uşaqların hamısını təbrik edirəm, onlara dərslərində uğurlar arzulayıram. Mən oxumağı və yazmağı bilirəm. Buna görə də Sevda müəllimə təşəkkür edirəm. Biz ana dilimizi çox sevirik. Bugün biz ana dili gününü qeyd etdik, vətənpərvər mahnıları oxuduq. Bugün bizim ana dili günümüzdür, gəlmişik qeyd eləməyə. Ana dilim mənim ilk öyrəndiyim dildir. Mən ana dilində danışarkən özümü çox xoşbəxt hiss edirəm. Ana dilimizi biz sevməliyik və düzgün danışmalıyıq. Bugün bizim bayramımızdır, biz çox sevinirik. Ana dilimizi də çox sevirik.